Səməd Behrəngi, Balaca qara balıq. Deməli, bu əsəri əvvəlki videomda geniş şəkildə izah etmişəm. Hadisələrin gedişi, obrazlar və əsərin məzmunu haqqında ətraflı məlumat almaq istəyirsinizsə, həmin videoya baxa bilərsiniz. Bu videoda isə əsəri daha qısa, konkret və konspekt şəklində təhlil edəcəyəm. Əsas məqamlara, mövzu və ideyaya, obrazlara, eləcə də yadda saxlanılması vacib olan nüanslara toxunacağam. Əgər imtahana hazırlaşırsınızsa və ya əsəri qısa şəkildə təkrar etmək istəyirsinizsə, bu video sizin üçün xüsusilə faydalı olacaq. Beləliklə başlayaq. Ola bilər ki, hərf və belə deyək də orfoqrafik səhvlər olsun. Əsər haqqında ümumi məlumatla başlamaq istəyirəm. Deməli, əsər çillə axşamı qoca balığın nəvə nəticələrinə nağıl danışması ilə başlayır. Nağıl balaca qara balıq haqqındadır. Balaca qara balıq anası ilə dar və kiçik bir arxda yaşayır. Hər gün eyni həyat, yəni üzmək, geri qayıtmaq onu sıxır və düşündürür. Balaca qara balığın məqsədi. Balaca qara balıq dalğın və susqun olur. Bir səhər anasına artıq bu həyatdan bezdiyini, arxın harada bitdiyini öyrənmək istədiyini deyir. Məqsədi dünyanı tanımaq, həqiqəti tapmaq idi. Ana balıq dünyanın elə yaşadıkları yer olduğunu deyərək onu fikrindən daşındırmaq istəyir. Qonşu balıqlar isə onu məsxərəyə qoyur. Filosofluq edir deyə istehza edirlər. Əsas hadisələrin ardıcılığı. Balaca qara balıq darıxdığı bu həyatdan bezir və arxın harada bitdiyini öyrənmək üçün yola düşür. Məlum olur ki, balaca qara balığın düşüncələrinə təsir edən bir ilbiz dostu olub, digər balıqlar onu öldürüblər. Ana balıq ağlayaraq onu saxlamaq istəyir. Digər balıqlar qışqıraraq qarşı çıxır. Balaca qara balıq heç kimə qulaq asmadan yola düşür. Dostları ilə vidalaşır. Çömçəquyruqlar onu tanıyır və ələ salır. Onlara daha böyük dünyanın olduğunu izah etməyə çalışsa da, onlar buna inanmır, onu dəli sayırlar. Qurbağaya özünü ağıllı sayır. Qurbağa özünü ağıllı sayır, dünyanın yalnız gölməçi olduğunu iddia edir. Balaca qara balıq onu nadan adlandırır. Qurbağa balığa hücum edir, o qaçaraq xilas olur. Balaca qara balıq daha geniş suya düşür və burada xərçənglə qarşılaşır. Yem olmaq təhlükəsi yaşasa da, ağıllı davranaraq xərçəngin əlindən xilas olur. Kərtənkələ balaca qara balığa təhlükələr barədə məlumat verir, onu qorumaq üçün xəncər verir. Ondan əvvəl də bu yoldan keçənlər olduğunu ona bildirir. Hətta deməli əvvəlki videomda da bildirmişdim ki, kərtənkələ bildirirdi ki, indi həmin balıqlar böyük dəstə qurublar. Onu qorumaq üçün xəncər verir. Şəlalələrdən keçir, günəşin istiliyini hiss edir, daha güclü və təcrübəli olur. Daha geniş suya, çaya çatır və yeni balıqlarla tanış olur. Riza balıqları və balaca qara balıq saqqa quşunun kisəsinə düşür. Balaca balıq onları xəbərdar edir, hiyləni izah edir. Saqqa quşu ilə hadisə. Riza balıqlar qorxur, ağlayır. Balaca balıq isə vəziyyəti anlayır, plan qurur. Digər balıqlar onu günahlandırır. Xilas olmaq, saqqa quşunun yalanlarına inanıb onu öldürmək istəyirlər. Balaca qara balıq onları xəbərdar edir, hiyləni izah edir. Balaca balıq özünü ölü kimi göstərir, digər balıqlar bunu saqqa quşuna bildirir. Saqqa quşu riza balıqlarını udur, balaca qara balıq isə xəncərlə kisəni yarır və qaçır. Saqqa quşu ölür. Balaca qara balıq geniş və sonsuz dənizə çatır və ilk dəfə həqiqi azadlığı hiss edir. O düşünür, həyatın mənası nədir? Ölümün rolu nədir? Nəticədə isə əsas olan başqalarına təsiri qənaəti olur. Balıqdan onu tutur, balaca balıq ağılla onu aldatmağa çalışıb qaçsa da, amma yenidən tutulur. Balıqdanın qarnında başqa bir balıqla qarşılaşır, onu xilas edir, özü isə balıqdanın qarnını yararaq onu öldürür. Balıqdan ölür, amma balaca qara balıqdan xəbər çıxmır, onun taleyi naməlum olur. Qoca balıq nağıl yarımçıq bitirir, digər balıqlar yatır, yalnız balaca qızıl balıq yata bilmir, dəniz haqqında düşünür. Deməli, balaca qara balığın digər obrazlara münasibəti, ilbizə münasibəti. Onu özünə dost hesab edirdi, gözünün açılmasında onun böyük rol olduğunu düşünürdü. Qurbağaya münasibəti, onu nadan, cahil adlandırır, ömür boyu da nadan qalacağını bildirir. Saqqa quşuna münasibəti, bu balığın hiyləgər olduğunu bilir və riza balıqlarını bundan xəbərdar edir. Kərtənkələyə münasibəti, onu ağıllı, zəkalı, nəzakətli hesab edir, verdiyi nəsihətləri yüksək dəyərləndirir.
Diqqət edilməli məsələlər. Qara balığın taleyi naməlum qalır, çünki nağılın ardı danışılmır. Əsər müstəqil düşüncəni, yeni arzuları təbliğ edir. Əsərdə insan obrazı da vardır. Bu obraz çobandır, amma aktiv iştirakçı deyil. O qoyun sürüsünü çaya gətirmişdi. Nağıl danışan nənə əhvalatın özündə iştirak etmir. Hadisələr yalnız su hövzəsində baş verir. Balıq qarşılaşdığı çətinliklərin öhdəsindən heç kimdən məsləhət almadan gəlir. Fikri yanlışdır. Çünki biz kərtənkələdən məsləhət aldığını görürük. Sonra əsərin süjet xətti. Ekspozisiyası, yəni bədii girişi, qoca balıq dənizin dibində 12 min nəvə nəticəsini ətrafına yığıb balaca qara balıq haqqında nağıl danışması, Zavyaska, yəni düyün nöqtəsi, balaca qara balığın dünyanı görmək istəyi ilə anası və digər balıqların bu fikrə qarşı çıxması, kulminasiya, yəni zirvə nöqtəsi, balaca qara balığın saqqa quşu tutulması, onların daxilində apardığı ölüm-dirim mübarizəsi, saqqa quşu tərəfindən tutulması. Razibyaska hadisələrin açılışı, qəhrəmanın balıqudanı məhv edib başqa balığı xilas etməsi və əsərin finalı isə balaca qara balığın taleyi naməlum qalması və balaca qızıl balığın düşüncəyə dalması. Belə.